Baş ağrısı, qızdırma və boğaz tutulma kimi şikayəti olan pasiyentlərin əksəriyyəti birbaşa apteka gedir. Heç bir həkim müayinəsi və tövsiyəsi olmadan müxtəlif həblər və ağrı kəsicilər alırlar. Ağrıdan qurtulmaq və xəstəlikdən azad olmaq üçün alınan bu preparatlar bəzən əks təsir göstərir, vəziyyəti daha da ağırlaşdırır. Lakin qonşu, dost, iş yoldaşının tövsiyəsini həkim rəyindən üstün tutanlar az deyil. Həkimlər yaranan vəziyyətin ciddi nəticələrə gətirib çıxara biləcəyini qeyd edirlər. Bir şəxsə xeyir edən dərmanların hamı üçün eyni nəticə göstərəcəyinə isə heç kəs zəmanət verə bilməz. Biz hər xəstəyə dərman yazarkən mütləq şəkildə hər xəstə individual, fərdi yanaşırıq. Xəstədə ürək qan damar sistemi problemi varmı? Xəstədə böyrək, qaraciyər xəstəliyi varmı? Mədə-bağırsaq sistemi problemi varmı? Bu problemlərin hamısını nəzərə alaraq xəstəyə individual olaraq müalicə yazılır. Ona görə birmənalı olaraq həkim nəzarəti olmadan dərman preparatlarının istifadəsi qəti şəkildə yol verilməzdir. Ona görə də bunların hal-hazırda reseptsiz şəkildə apteklərdən dərmanın verilməməsi də tam doğru qərardır.